Hamıya salam dostlar. Sekodex kanalına xoş gəlmisiniz. Keçən dəfəki videomuzda Kali Linuxu VMware-də quraşdırdıq. Bugün isə sizlərə Kali Linuxdakı fayl arxitekturası və həmçinin Kali Linuxdakı bəzi xüsusiyyətlərdən, onun quruluşundan danışacağam. İlk öncə sizə Kali Linuxun işləmə məntiqindən danışmaq istəyirəm. Gördüyünüz kimi Kali Linuxda ümumi arxitektura belə qurulub. Bu arxitektura əsasən biz görürük ki, hardware-yə kernel ilə birbaşa əlaqəlidir. Kernel və shell nədir? Əsas bizim bilməli olduğumuz bunlardır. Kerneli bir baxımdan Kali Linuxun nüvəsi adlandıra bilərik. O, istifadəçi ilə hardware arasında birbaşa əlaqə yaradır. Shell isə kerneldə müəyyən əmrləri icra etmək üçün istifadə edilir. Shell Linux əməliyyat sisteminin ayrılmaz hissəsidir. Biz kompüterdə etmək istədiyimiz bütün prosesləri shell üzərindən əmrlərlə edəcəyik. Shell'in özlüyündə müəyyən növləri var ki, Kali Linuxda istifadə edilir. Bunlardan ən çox istifadə olunan bash shell-idir ki, hal-hazırda da əksər insanlar bu shell-dən istifadə edir. Bundan başqa Z-shell var ki, bash shell-ə nisbətən daha çevik və özəlləşdirilə biləndir. Burada müxtəlif pluginlərdən istifadə edərək özümüzə müəyyən üstünlüklər qazandıra bilərik. Application-da gördüyümüz hər bir proses shell-ə ötürülür. Bu shell-də isə əmr vasitəsilə kernellə, kerneldə isə hardware-ə əlaqə saxlanır. Belə isə bizim prosesimiz kompüterdə icra olunur. İndi isə sizə biraz Kali Linuxun fayl arxitekturasından danışmaq istəyirəm. Burada gördüyünüz kimi müəyyən bir qovluqlar var. Sizə bunlardan əsas vacib olanlar haqqında qısa məlumat verəcəm. Çünki bizə gələcək dərslərdə bu məlumatlar lazım olacaq. İlk öncə bin qovluğundan başlayaq. Bin qovluğunda bütün userlar üçün istifadə olunan əsas əmrlər yerləşdirilir. Buna misal olaraq ls, cd, mkd və s. yəni bəsit və bütün userlar üçün lazım vacib olan əmrlər yerləşdirilir. Boot qovluğunda isə kompüterin boot, yəni yüklənmə prosesində lazım ola biləcək fayllar bu qovluqda yerləşdirilir. Dev qovluğu. Burada hardware bir fayl şəklində saxlanılır. Buna USB-ləri və s. misal göstərə bilərik ki, dev qovluğunda bunlar bir fayl kimi saxlanılır. Etici qovluğu. Etici qovluğunda sistemlə bağlı müəyyən konfigurasiya faylları saxlanır ki, bu Kali Linuxda işləmək üçün çox vacibdir. Daha sonra home qovluğu. Home qovluğunda userların öz directory-ləri olur. Məsələn, hər bir userın burada öz qovluğu olur. Orada müəyyən fayllar saxlayır. Lib qovluğunda adından da göründüyü kimi kitabxana faylları saxlanılır. Buna kernel kitabxanaları və s. misal göstərə bilərik. Media qovluğunda adından göründüyü kimi media, yəni şəkillər, videolar falan saxlanılır. OPT qovluğu. Bu qovluqda əsasən üçüncü tərəf istifadəçi tərəfindən yüklənilən müəyyən əmrlər və s. fayllar yerləşdirilir. Root qovluğu. Root Kali Linuxda ümumiyyətlə adi userlər və root userlər mövcuddur. Root userları həmçinin admin userlər adlandıra bilərik. Onların bütün faylları bu root qovluğunda yerləşdirilir və yalnız root tərəfindən görünə və ya oradakı fayllar dəyişdirilə bilər. Spin qovluğu. Spin qovluğunda isə bin qovluğundan fərqli olaraq spin-də rootun istifadə edə biləcəyi əmrlər, yəni yalnız səlahiyyətli şəxslərin icra edə biləcəyi əmrlər yerləşdirilir. Daha sonra isə TMP qovluğu ki, biz bu qovluqdan çoxlu şəkildə istifadə edirik. TMP qovluğunda belə deyə bilərəm ki, TMP müvəqqəti bir yaddaşdır. Biz bunu RAM-a bənzədə bilərik. Buradakı məlumatlar hər dəfə yazıldıqdan sonra, kompüter sönəndən sonra sıfırlanır. Və bütün userların TMP qovluğunda yazmaq yetkisi olur. Daha sonra var. Var qovluğunda əsasən log fayllar saxlanır. Ki, bu log fayllarında həmçinin kritik, credentiallar və yaxud da ki, məxfi məlumatlar yerləşdirilə bilər. Fayl arxitekturası haqqında danışacaqlarım bu qədər idi. Kali Linuxda fayl arxitekturası və işləmə məntiqindən biraz danışdıq. İndi isə sizə Kali Linuxda gündəlik istifadə etdiyimiz və həmçinin gələcəkdə bizə lazım ola biləcək əmrləri göstərəcəm. Bunun üçün ilk öncə terminalı açırıq. İlk əmr olaraq ls. ls yazıqda bizə Kali Linuxdakı həmin direktorda olan qovluq və fayllar göstərir. Məsələn, hər hansı bir qovluğa girək. Məsəl üçün, cd bağbant edib ls etdikdə burada onun içində olan qovluqları göstərir. Biz yeni bir fayl yaratmaq istədikdə touch yazırıq və faylın adını yazırıq. Məsəl üçün, salam.txt.
İndi elə seçdikdə görürük ki, bizim salam adlı text faylımız yaradılmışdır. Gəlin indi o text faylını oxuyaq. Oxumaq üçün cat əmrindən istifadə edirik. Cat salam.txt. Gördüyünüz kimi faylın içi boşdur deyə bizə heç nə göstərmir. Gəlin bu faylın içində indi istədiyimiz bir söz yazaq. Bunun üçün ilk öncə echodan istifadə edə bilərik. Echo əmri Kali Linux'da hər hansı bir sətrin çıxışa verilməsi üçün istifadə edilir. Amma biz bundan faylın içinə söz yaza bilərik. Məsələn, salam YouTube. Bunu salam.txt içinə yazaq. İndi salam textini tezdən oxuduqda salam YouTube. Gördüyünüz kimi faylın içinə istədiyimiz sözü yazdırdıq. Bundan başqa həmçinin text editorda istifadə edə bilərik. Məsəl üçün, nano salam.txt yazdıqda biz burada dinamik şəkildə istədiyimiz şeyləri yazıb silə bilərik ki, bu daha rahatdır istifadə üçün. Bunu qayd eləmək üçün Ctrl-O, Enter-ə basırıq, sonra Ctrl-X-ə basırıq. Belə bizim faylımız save olunur. Daha sonra əgər terminalı təmizləmək istəyirsə, clear əmrindən istifadə edirik ki, terminal təmizlənir. Məsələn, hər hansı bir qovluğa girdik, bu qovluqdan çıxmaq üçün cd .. yazdıqda bir əvvəlki qovluğa qayıdır. Daha sonra biz pwd yazaraq hal-hazırda hansı direktorda olduğumuzu görürük. Biz əgər hər hansı bir qovluq yaratmaq istəsək, bu zaman mkdir əmrindən istifadə edirik. Məsələn, mkdir yeni qovluq. Elə etdikdə görürük ki, burada yeni qovluğumuz yaranmışdır. Əgər o qovluğu silmək istədikdə rm yeni qovluq yazırıq. Silinə bilməz. Niyə? Çünki bu direktordir. Gəlin o belə edək. Rf yeni qovluq. Rm rf etdikdə faylı birbaşa silir. Yəni direktor və ya fayl olmağına baxmır. Daha sonra sizə axtarış əmrlərindən danışım. Ki, məsələn, biz əgər Linux'da hər hansı bir faylı axtarmaq istəyiriksə, find və yaxud da ki, locate əmrindən istifadə edirik. İndi bunlar arasında fərqlər nələrdir? Locate əmri bizə cavabı daha tez qaytarır. Çünki onun öz databazası var, axtarış əmrini databazadan eləyir. Amma find əmri isə axtarışı bütün kompüter etdiyinə görə biraz uzun çəkir. Məsəl üçün, gəlin birini sınayaq, ls edək, cd bug bounty, ls. Məsələn, salam.txt faylını biz bax yaratmışdıq. İndi ilk öncə find əmri ilə bunu axtaraq. Locate salam.txt. Gördüyünüz kimi bizə cavabı qaytarmadı. Çünki bu hələ bunun öz belə deyim, databazasına yazılmadığına görə biz o faylın olduğu yeri tapa bilmir. Amma find əmrini istifadə etsək, find başda bunu qoyuruq ki, bütün axtarışı bütün kompüter etsin. Biz əgər istəsək, məsəl üçün, bunu belə də yaza bilərik ki, ancaq home Kali direktorisi içində axtarış etsin. Amma biz bunu belə yazırıq ki, axtarışı bütün kompüter boyu etsin. Train name yazaq salam.txt. Daha sonra bizə belə yazdıqda çoxlu permission deniedlər qaytarır. Bunun qarşısını almaq üçün 2 böyükdür, dəyəri 0 yazırıq və biraz gözləyirik. Gördüyünüz kimi bizim yaratdığımız salam.txt faylını tapdı. Əslində find əmri daha çox istifadə olunur. Çünki bunun özündə müəyyən parametrlər var ki, axtarış zamanı bizim işimizi asanlaşdırır. Məsələn, buna misal olaraq faylın ölçüsünü verə bilərik, faylın uzantısını verə bilərik. Daha sonra biz əgər Kali Linux'da maşına daxil olduq, sistem haqqında bəzi məlumatlar əldə etmək istəyiriksə, məsəl üçün, bu əmri yazıb sistemdə kim olduğumuza baxırıq. Biz hal-hazırda Kali user olmuşuq. Daha sonra ID yazıb öz ID'mizi bilə bilərik ki, burada gördüyünüz kimi ID 1000'dir. 1000 normal userlərin, hətta 1000 təkcə Kali userinin ID'si olur. Məsələn, normal userlərin ID'si 1000'dən böyük, root userinin ID'si 0, sistem userləri isə 0 ilə 1000 arasında olur. İndi isə gəlin root'a daxil olaq. Sudosu yazıb, daha sonra isə burada password daxil edirik. Belə hal-hazırda biz root useruyuq. İndi ID yazdıqda görürük ki, bizə ID-ni 0 qaytarır. Bu ID birinci user ID, ID isə qrup ID-sini göstərir. Biz hər hansı bir əmr haqqında məlumat almaq istədikdə
mən və ya helpdən istifadə edə bilərik. Məsəl üçün, adicə ls-dən baxaq. Mən ls yazdıqda bizə ls haqqında nə işə yaradığını, nə istifadə olunduğunu göstərir. Həmçinin ls-i ls-help yazıb onun haqqında məlumat ala bilərik. Ki, burada onun parametrlərindən, nə üçün istifadə olunduğundan danışır. Biz olduğumuz maşında IP adresi olsun, subnet mask olsun, hansı interfeysdə olduğumuzu görmək üçün if config əmrindən istifadə edirik. If config əmrini yazdıqda görürük ki, bizim burada IP adresimiz, subnet maskımız, yəni bizə lazım ola biləcək məlumatlar yerləşdirilir. Həmçinin IPv6 adresi falan. Bunu IP-A yazaraq da baxa bilərik. Ki, məsələn, burada IP-miz göstərir. Həmçinin Kali Linuxda açıq olan portları da görmək olar. Məsələn, biz özümüzdə hansı bir server qaldırmışıq. Buna MySQL serveri və s. misal göstərə bilərəm. O serverin hansı portda işlədiyini, həmçinin aktiv və ya pasiv olduğunu görmək üçün netstart tun yazaraq görə bilərik ki, məsələn, hal-hazırda mənim MySQL portum açıqdır. Burada başqa bir port da var. 38475. Qısaca belə yazaraq biz maşınımızda hansı portların açıq olduğunu rahatlıqla görə bilərik. Bugünkü videomuz bu qədər idi. Sizə Kali Linuxdakı arxitekturadan, quruluşdan, həmçinin əsas bizim istifadə edəcəyimiz əmrlərdən danışmağa çalışdım. Əgər bu cür videoların davamını istəyirsinizsə, videoyu bəyənib kanala abunə ola bilərsiniz. İzləyən hər kəsə təşəkkürlər. Sağ olun.